Hamza salam dostlar. Bu 3-4 gündür video paylaşmırdım. Bir neçə nəfər video çəkməyimi istədi. Ona görə həm video çəkəcəm, həm də ki bu yeşiyi aparacağım, içəriyə qoyacağım. Burada sıçan var idi deyəsən. Sıçan var orada, düşdü deyəsən. Sıçanın keçdi altından. Küçük fındık sıçanıdır. Ondan toyuqlara heç bir zərər gəlməz məncə. Havalar da açıldı, ona görə gətirib toyuqları burada saxlayacağım. Daha doğrusu cücələri. Baxaq, bir gün yumurtası bir dənə budur. Burada yoxdur. Burada ördək yumurtalarını yığmışam. 2 dənə burada var. Bu alttadır. Yoxdur. Burada yumurtlamırlar. Üstdə də yoxdur. Toyuqlar yumurtadan kəsib. Yeni abunəçilərim üçün də xatırlatım və yaxud deyim. Bura mənim hinimdir. Burada toyuq saxlayıram. 11 ədəd toyuq, 3 xoruz, 4 ədəd qaz, 2 ördək, 3 ədəd hindüşka saxlayıram burada. Bir toyuğun balaları, 9 ədəd balası var, cücələr yəni. 2 həftədən çoxdur. Bir də ki hindüşkanın balaları var. Öz balalar değil amma. Elə bir yumurta gördüm. Buranın çoxdan içində 2 ədəd fal yumurta var idi. Bilmirəm o yumurtalarda yoxsa toyuq yumurtalayıb mı? İndi sizlərlə baxacağım. Siz də bu arada mən bunu edərkən videoyu bəyənin, yorum yazın və kanalıma abunə olun ki kanalım böyüsün. Bir ədəd yumurta var deyəsən. Bir dənə yumurta yumurtalayıblar. İkisi fol yumurtadır. Bunu da koyaram böyük ihtimal yeşiğin içine, çünkü akşamlar bu içinde yatarlar, isti olar. Fal yumurtaları da alım. Bakın dostlar, ikisi fal yumurtadır bunlar. Bak, bu temiz yumurtadır. Yarın bugün yumurtalayıblar ya da sabah. Dünən. Fal yumurtalar. Bit olabilir ama yok, görmedim. Koyun bura. Yumurta da koyum sonralarım. Bakın. Təzə yumurtadır. Lox olmayıb, xarab olmayıb. İndi mən buranı təmizləyim. Yeşiyi buradan belə koyacağım. Güneş düşür, görə bilməz bəlkə. İndi buranın altını süpürürüm mən. Çünkü böyle toz olan altında yeşil bir tarafı kalkıp bir tarafı aşağı olur. İçine su zad koyanda tökülür yere. Altını temizleyip düzeltirəm. Düz olmayan yeri de daşla düzeltirəm. Toz oldu. Bura böyük cücələri koyacağım, yani toyuğun bu su qabını koyacağım. Bir də ki təmiz yem qabı evdən gətirib koyacağım. İndi buralar şifirlərə üstündən koyum. İçindekilerini de çıkartım. Aparmaq rahat olsun. Bunlar da tozdu.
Qışda bura koymuştum lazım olmadığı için. Hində yer tutmasın diye. Onun için üstüne şifir koymuştum, demir koymuştum. Bu şifirde, bu setkanı da mən cücələr bayırda buraxarkən bura salıram ki, qarğa, yırtıcı quşlar balaları aparmasın. Bunu çevirip mən içindən su qabın alım. Videonu saxlayıb su qabını alım çünki qapı bu tərəfdədir, su qabı bu tərəfdə, içinə girməli olacağım. Burada videosu çəkə bilən deyiləm. Aldım, üstümdə bütöv batdı. Alarkən də yem qabını da aldım. Bir yerdə qalmasın. Yenidən çevirib qoyum yerinə. İstifadə olunan vaxt təmizləyib işlədərəm. Bunun su qabı da var. Yem qabının qapağı da var, üstlüyü. Dağılmasın diye yem. O yadımdan çıxdı, qaldı içində. Alabilirim size setkanın arasında. Çıxartdım, belə bir şeydir. Batıldı, çox batılıb. Quruyub qalıb, daha da çətin olacaq bunları çıxartmaq. Mən indilik su qabını yuyum. Baxın, kranta su gəlir yoxsa yox. Yoxsa da su çənindən istifadə etməli olacağım. Su gelmedi bu kranta. Böyle bir diş fırçasına yürüyorum. Lazımsız bir diş fırçasıdır. Ben bunları sabunla yürüyorum. Sabun da getireyim. Böyle bir lazımsız sabundu. Ondan istifade edeceğim. Burada böyle bir beton kimi kafelli altta vardı, onu çıkarttık. Şimdi burada palça oldu, bura çetindi burada yumaq neyse veyahut dayanmaq. Bakın böyle şotkayı temizleyeceğim. Sonra böyle üstteki qalın qatı aldıktan sonra yeniden su töküp sabunla yürüyorum. Bakın qalın qat getdi. Suyu açım. İndi belə sabunu az alıb, çox da sabun işlətmirəm mən. Sabun da mikroblar öldürsün diye, hem de ki rahat çıksın diye istifade edirəm. Buna bəzən mən spirtli pambıqla silirəm ki mikrob ölsün. Videomu saxlayıb yuyum, yoxsa uzun olacaq video. Belə yuyub koydum kurusun diye. Bakın dostlar, bunlar da qazlarımdır. 4 adet, biri bu, ikisi bu ve biri de oradadır. Ördəklərdən biri budur. Biri orada qara, biri qara, yaşılbaş ördəkdir. Bu qaz yumurtlayıb, yadımda yoxdur neçə ədəd yumurtlayıbsa, 6 ya da 7 olmalıdır. Bu ördək də 11 dənə yuvada var. 4 ədəd hündüşkanın altında koymuştum, ondan 2 dənə çıxdı bala. Yəni hamısı doluydu, amma ikisi çıxa bildi. Sonra ikisi qırıldı. Bir 16-17 dənə yumurta edib axı. Toyuqlar da bu aralar yumurtadan kəsilib. 11-dən 10'u normal toyuqdur yəni.
Onların biri ömründə heç yumurta eləməyib, yəni yaşı o yaşa gəlib çatmayıb. Bir də ki, bu qara toyuq neçə aylardır ki, yumurta etmir. 6-7 aydır. Yəqin ki, köktü deyədi, piylənmə gedib deyədi. İndi keçək yeşiyə baxaq. Nə edə biliriksə. Yem qabı da evde var idi deyə təmizdir. Bunu yumadım, videodan sonra yiyeceğim bunu. Attım qırağa qalsın. Qalsın yumurtalarına da baxın. 6 adet yumurtadır. Bu toyuq yumurtasıdır. Onu Türkan xoruzun yumurtası olduğuna göre onu ora ayırtmışam. Yəni Türkan xoruzuna normal toyuq yumurtasıdır. Yəqin ki, Türkan toyuq çıxar. Yəni boynu tüksüz. Baxın, bu qazların yuvasıdır. Bir qaz var, girib yuvanın içində yatır, o da batır. Batıq olur. Yerləri də batıb təmizləməliyəm. Burada bir adet xoruz var, onu salıram. Burada qapalıdır deyə işığı yoxdur. Ona görə fənərlə girdim. Baxın, burada sulabıdır. Yerlər çox da dar deyil. Normaldır. Yumurtadan kəsiliblər deyə çox az yumurta edirlər. Dünənləri heç yumurta almadım. Bugünləri 3 ədəd almışam yumurta. Sonra ondan əvvəlki gün bir ədəd yumurta aldım. Bir ədəd aldım. Onun əvvəlki gündə bir dənə yumurta aldım. Neyse, yumurtaları koyun bura. Dokuz adet yumurta oldu. Yumurtaları yığıram. Satıram yani. Yumurta satıp toyuq alıram. Daha karlıdır elə. Toyuq çox alanda yumurta da çox olacaq. Daha çox toyuq alacağım. Yəni daha çox yumurta, daha çox toyuq. İndi videonu saxlayayım, bunu içəri salım. Video çox uzun olacaq. Həm də mən bunu tək edə bilməyəcəyim üçün kömək gələcək bunu aparmağa. Ona görə oraları çəkən deyiləm. Çəkib qurtarandan sonra videoya devam edəcəm. Mən dostlar, harda qaldıqsa bilmirəm. Deyəsən videonu saxladım. Bunu içəri salmağa saldım. Sonra gördüm bit var. Ona göre bugün bit dərmanı vuracağım. Sonra sabah quruyandan sonra bit dərmanı içeriye salacağım. İnşallah ki gedər. Xlorfos adlı bir dərmandır. 5 litre suya bir paçka gedir. Mən də 3 litre suya tökmüşəm. Bir paçkanı ki daha effektif olsun. 5 litre suya bir paçka toyuqları çimizdirmək üçündür. Yəni suda soxub toyuqları çimizdirmək üçündür. Məndəki toyuqları çimizdirmirəm, bura vururam. Həm də çox ölsünlər deyə 3 litre suya bir paçka töktüm. Buna biraz hava bassın. Bit olduqda cücələrə bit keçəcək. Cücələr də həm gec böyüyəcək, həm də ölməyə başlayacaqlar. Çünki qanın içir bit heyvanların. Ağzını balcılaşdırım, çox getməsin. Ya da ağzını böyütüm, çox getmir. Bitlər də qalır sonra. Bitlər keçən ildən var idi, burada qalıbmış. Neçə dəfə buraları mən dərmanladım, dezenfekte etdim. Amma yenə nafilə heç bir şey yaramadı. İnşallah bu yarayar.
Bitler elinden bezdim. Hiçbir il olmayan bit. Geçen illeri geldi bit. Bilmədim daha havaların isti olmağından idi, neydi? Bit çox idi. Neçə dəfə xlorfos dərmanı, neçə dəfə hini yandırdım şamla. Yəni ki odunun, yəni payanın başına əski bağlayıb yandırdım hini ki bitlər yanıb ölsünlər. Amma yenə bir işe yaramadı. Belki işe yarayıp bitlər bura qaçıb ola bilər. Videoda biraz uzun olabiləcək. Qazlar haqqında da gələn videoda danışaram. Yəqin çünki bu video uzun olacaq. Qazlar haqqında danışsam uzun olduqda izlənmə az olur. Həm də ki Wi-Fi cəhətindən də Wi-Fi da zəifdir bizdə. Ona görə çətin yüklənir video. Bu 2 litrelik qabdı, buna paçkadan 3'te 1'ini tökdüm. Şimdi 1 litre, təxmini 1 litre, yəni qabın yarısından su töküb o qalanını da tökəcəm içine. Qalan yerlərdə tökəcəm bu dərmanla. Heyrətə gəldim necə qalıbsa bu. Çünkü 1 il keçib üstündən. Yine bit qalıb törüyürlər burada. İçində qalıb törüyürlər. Sonra da öldürmək çətin olur çünkü her yer bit olur. Çox tökdüm bit dərmanın ki hem suyuna çox tökdüm, hem də ki buralara belə çox su, yəni çox dərman tökürəm ki hər dibinə, hər küncünə bit yumurtası, bit özü qalmasın. Yeniden törüyüb çoxalmasınlar. İndi yuvaya da tökəcəm çünkü yuvada koyacağım ki balalara, cüceləri soyuq olmasın. Orada girib yatsınlar, yani anasının altında olacaklar. Ana sonra yuvada oturacaq, balalar da altında olacaq büyük ihtimal. Balalar da böyüyüblər, anasının altında çox da sığmırlar yeşikdə. Bir-birinə yan-yana yatıp isti olacaq onlara. Qabda da az qaldı, bunu da töküm bura. Tökmeye başlamışdan əvvəl hava basım içine, havası az qaldı. Sonra bunları elə burada koyacağım ki şey olsun, kurusunlar sabah ya da gelen videoda kuruyacak. Onu da içeriye koyacağım. Yeşiğe cüceler de getireceğim. Bu 1-2 günde kalsınlar evde. Problem olmayacak. Çünkü həftələrdir qalıb, 2 gündən də heç nə olan deyil. Qoy qalsınlar cüceləri və özümü riske salmayayım. Sağlam cücelər də ora bitin içine bura atsam öləcəklər olar. Bayır yüzüne, içine, her tarafa vururam, bir tane de bit kalmasın. Bunun içinde ot var idi, yəqin ki bitler otun içinde törüyüblər. Otu da attım yandırmağa ki bitler ölsünler. Altında vurum. İçinde bitti. Sonunculardı. 1 litre edip bitti. Kalanında 1 litre suyu da töküp üstüne vuracağım.
Onu da sizə göstəreyim. Baxın, toyuqlar da axşam olur deyə yaxınlaşıblar bura. Mən sizə toyuqcanı göstərmək üçün dən töküm. Videonu saxlayayım, çox uzun olacaq belə getsə. Dəni tökdüm. Toyuqlar gəlirlər. Qazların biri gəldi, qalan üçü gəlmədi. Ördəklərin heç biri gəlmədi. Xoruzun biri gəlmədi qorxduğu üçün. Bu xoruz da qorxur oradakı arkadakı xoruzdan qorxmur. Onu da döyürlər. Baxın, bu qara Türkan xoruzu gəlir o da. Bu qırmızı xoruz salıb saxlayıram qazların yerində, çünki bütün hər kəsi vurur. Ördəklər də gəldi. Bu dişidir. Baxın, bu yeşilbaşdakı erkek. Yeni gələnlər kanalıma abunə olsun və abunəçilərimiz də ki videoya like atıp yorum yazsınlar. Videomu saxlayayım, gedim dərmanı hazırlayayım, sizə də göstərim. Suyu doldurdum. Yarısından doldurmadım çünkü dərman az qalıb. Baxın, bilinir buralardandır, yarısından azdır. Bu qalan ağ dərman xlorfos suda töküm. Sizə bir sual da vereyim. Siz belə uzun videoların gəlməsini istəyirsiniz, yoxsa daha kısa videoların gəlməsini istəyirsiniz? 11 dəqiqəlik, 15 dəqiqəlik, yoxsa belə 25-30 dəqiqəlik videolar, uzun videolar halında istəyirsiniz? Ona görə video çəkim mən. Biraz töküldü yere. Karıştırım. Baxın, induşkalar bir dişi bir erkek burada qalıblar. Bir dişi evdədir. Balalarının yanındadır. Sonra bir toyuq da evdədir. O da balalarının yanındadır. İndi bunlara hava basım yenə. Kalsın, videonu söndürüm, uzun olur video. Yine deyirəm, videonu beğenip kanala abone olup yorumlar yazmağı unutmayın. Hamınızı sevirəm. Gələn videolarda görüşmək ümidiyle. Sağ olun.